Hər il olduğu kimi bu il də ürəyimiz bizi eyni ünvana apardı. Elə bir ünvana ki, orada təkcə bir ev yox, uşaqlığımız yaşayır. Elə bir həyətə ki, hər daşında, hər ağacında, hər yarpağında xatirələrimiz var. Bu görüşün tarixini də təsadüfən seçmədik. Atamın ad gününə saldıq ki, ailəmizin ən gözəl səbəblərindən biri yenə bizi bir araya gətirsin. Yolda şirniyyat mağazinindən tortumuzu götürüb öncə atamgilə getdik. Səhər açılanda isə çoxdan gözlədiyimiz yolu tutduq. Babamın və nənəmin həyətinə. Həyətdə hər şey olduğu kimi idi. O bağ, o iri ağaclar, o fındıq bağı, o həyətin özünə məxsus qoxusu, bibilərim, əmilərim, sanki zaman burada dayanmışdı. Amma iki böyük boşluq vardı. Bizi qapıda qarşılayıb, çolpa kəsib ən gözəl tikəsini nəvələrinə saxlayan nənəm yox idi. Ramal rahat yesin deyə çörəyi qatığa doğrayıb sevə-sevə yedirdən nənəm yox idi. Səs-küyümüzdən bezib, hop-hop, gizlənqac və min cür oyunumuzun axırında bizi həyətin o başından bu başına qovan babam da yox idi. Həyət əvvəlki həyət idi, amma səsini itirmişdi. Əslində nəvələrin də hamısı yox idi. Vüqar, Sərdar, Amalia, Ofeliya, Ramil, Ramiz, Ramilə, Rafael, Pərvanə, Rəvanə, Aygün, Elvin, Elçin, Coşqun, Ceyhun, Səbinə, Natiq, Aysel, Anar, Nicar, Günel, Tərlan, Tünüş, Röyal, Roman, Eldar, Kənan, Sənan, Ləman bu dəfə müxtəlif səbəblərdən bizimlə ola bilmədilər. Amma əminəm ki, həmin gün onların da ürəyi bizimlə eyni həyətdə döyünürdü. Çünki bu həyət hamımızındır. Bu həyətin xatirələri heç kim özündən ayırmır. Nəvələr yenə manqalı yandırdı. Kabablar bişdi, süfrələr açıldı. Bibimin əlləri yenə nənəmin o köhnə qazanında kalafur sousunu bişirirdi. Elə həmin nənəmin əllərinin istiliyi hələ də o qazanın içində qalmışdı. Yedik, içdik, gülüşdük, zarafatlaşdıq. Bir günlüyünə də olsa o həyəti yenə babamın həyətinə çevirdik. Sonra isə növbə uşaqlığımıza çatdı. Ortada qalan voleybol topu bizi bir anda 20-25 il əvvələ apardı. Elə bil heç böyüməmişdik. Əvvəl necə idisə, indi də elə idi. Ən cığal yenə də Polad əmim idi. Onun ən böyük rəqibi isə həmişəki kimi qardaşım Vüsal. İkisi eyni komandaya düşəndə oyunun taleyi əvvəlcədən bəlli olurdu. Ayrı komandaya düşəndə isə ümid yaranırdı ki, bəlkə bu dəfə balans olacaq. Amma Polad əmimin şirincığallığı yenə də hamını güldürürdü. Kim onun komandasında idisə, elə bil oyuna bir addım öndə başlayırdı. Topun arxasınca qaçdıqca yaşımız yox olurdu. Saçımıza dən düşmüşdü, amma ürəyimiz yenə də uşaq idi. Bəzən insanın xoşbəxt olması üçün illərlə geriyə getməsinə ehtiyac olmur. Cəmi bir həyət, bir top və uşaqlığının adamları kifayət edir. Doyunca oynadıq, doyunca güldük, doyunca uşaq olduq. Sonra isə günün ən gözəl səbəbi üçün yenidən yola çıxdıq. Atamın ad gününü qeyd etməyə. Qapıdan içəri girəndə ev tamam başqa bir ab-havaya bürünmüşdü. Hamının üzündə təbəssüm, gözlərində sevinc vardı. Elə bil hər kəs bilirdi ki, bu gün təkcə bir ad günü deyil, bu gün bir ömrün, bir ailənin, bir nəslin bayramıdır. Tortu gətirəndə hamımız bir nəfər kimi ad günün mübarək deyə səsləndik. Atamın üzündə yaranan o təbəssümü sözlə təsvir etmək mümkün deyildi. O an bir daha anladım ki, valideynlər üçün ən böyük hədiyyə bahalı əşyalar deyil. Ən böyük hədiyyə övladlarının, bacılarının, qardaşlarının, nəvələrinin bir masa ətrafında birləşməsidir. Şamları söndürməzdən əvvəl atamın üzünə baxdım. O baxışlarda illərin zəhməti, ailəsi üçün çəkdiyi əziyyət, bizə bəxş etdiyi uşaqlıq və bu gün həmin uşaqların böyük bir ailə kimi onun ətrafına toplaşmasının qüruru vardı. Bəlkə də həmin an ürəyindən yalnız bir cümlə keçirdi. Şükür ki, hamınız varsınız. Biz isə onun üçün mahnılar oxuduq, sağlıqlar dedik, zarafatlaşdıq, xatirələr yada saldıq. Uşaqlar həyəti şənliyə çevirmişdi. Böyüklər isə keçmişdən danışdıqca gah gülür, gah kövrəlirdi. Bir ara sakitcə ətrafa baxdım. Bir tərəfdə uşaqların gülüşü, bir tərəfdə qardaşların söhbəti, bir tərəfdə bacıların səmimi gülüşü, masanın başında isə atam. O an düşündüm ki, insanın var dövləti bank hesabında deyil. Əsl sərvət bax budur, arxanda dayanacaq bir ailənin olması. Bir çağırışla eyni süfrənin ətrafına yığışa bilməkdir var dövlət. Və yenə istər-istəməz gözüm babamla nənəmi axtarırdı. Kaş onlar da bugün burada olaydılar. Kaş atamın tortunu birlikdə kəsəydik. Kaş nənəm yenə də bir dilimdə yedəyə israr edəydi. Kaş babam uzaqdan gülümsəyib bizə baxaydı. Amma sonra düşündüm, bəlkə də onlar elə bizimlədir. Bəlkə də elə bu evin hər küncündə, hər ağacında, hər xatirəsində yaşayırlar.
Çünki sevgi heç vaxt yox olmur. O sadəcə nəsildən nəsilə ötürülür. Bu gün babamın və nənəmin qurduğu ailə yenə bir süfrənin ətrafında idi və mən əmin oldum ki, onlar bizə ən qiymətli mirası qoyub gediblər. Bir-birini sevən, bir-birinə sahib çıxan böyük bir ailə. Allah atamıza sağlam, uzun və bərəkətli ömür versin. Bizə isə hər il bu süfrənin ətrafında yenidən toplaşmağı, bu gülüşləri paylaşmağı və bu xatirələri övladlarımıza ötürməyi nəsib etsin. Çünki insan ömrünün ən gözəl şəkli elə budur, ailə. İllər keçəcək, bugünün uşaqları da böyüyəcək. Bəlkə də bir gün onlar da öz övladlarını götürüb bu həyətə gələcəklər. Onda anlayacaqlar ki, insanın ən böyük mirası evlər, torpaqlar deyil, bir-birini sevən, bir-birini unutmayan ailədir. Allah dünyasını dəyişən bütün doğmalarımıza rəhmət eləsin. Sağ olanların isə kölgəsini başımızın üstündən əksik etməsin. Amin.